Nişanlımı başqa qızlarla danışdığını gördüm. And içdi, açıqladı, barışdıq. Amma hər addımda ondan intiqam almaq, onu incitmək istəyi gəlir. Söz soxuram. Necə unudacağam o mesajları? Yəqin ki, bu sualı verən bir xanımdır. Xanımlar, bilirəm ki, xəyanət mövzusu olduqca həssas bir mövzudur. Bu mövzuda minlərlə xanımla işləmişəm. Xəyanət mövzusunda sizin edə biləcəyiniz sağlam olan sadəcə iki şey var. Ya tamamilə münasibəti bitirib bu ağrıya dözəcəksiniz. Əgər bu qərar sizə məntiqli gəlirsə, uzun müddətli, sizi daha xoşbəxt edəcəksə bu qərar. Təbii ki, bu qərarı verəndə xəyanətlə yanaşı münasibətdəki digər problemlər də real analiz olunmalıdır. Bu zaman tamamilə ayrılmaq qərarını verə bilərsiniz. İkinci halda isə siz bağışlamağı seçirsiniz və münasibəti davam etdirməyi seçirsiniz. Bu halda isə siz münasibətin bərpası üçün partnyorunuzla birlikdə artıq çalışmağa başlamalısınız. Bu da ağrılı və kifayət qədər enerji tələb edən bir qərardır. Daim eyni mövzuda danışmaq, ona söz soxmaq, hər fürsətdə qarşınızdakı kişini alçaltmaq, hər fürsətdə bu mövzunu xatırlatmaq, əmin olun ki, partnyorunuzu bu hərəkətinə görə daha peşman eləmir. Əksinə, var olan münasibətinizi daha yorucu bir hala gətirir. Bilməyinizi istəyirəm ki, bu mövzuda üçüncü yol yoxdur. Bu iki saydığım ya getmək, ya qalmaq. İkisi də ağrılı bir prosesdir, amma bu ikisindən birini seçmək məcburiyyətindəsiz və bunu seçmək tamamilə sizin məsuliyyətinizdədir.